Əziz uşaqlar, bir daha xoş gəlmişsiniz bizim evimizə. Əslində mən bugün də sizinlə elə müəllim şagird kimiyəm. Amma sadəcə bizim qarşımızda lövhə yoxdur, təbaşir yoxdur, marker yoxdur. Deyirəm, bəlkə də yanılmışam. Bizim qarşımızda çox böyük, nəhəng bir lövhə var. Sadəcə o lövhənin yazanı biz deyilik, cızanı biz deyilik. O lövhəni biz görmürük burada. Alışdığımız lövhə deyil. O lövhə həyat lövhəsidir. O lövhənin yazanı da, cızanı da Allahın, qurbanı olduğum Yaradanın özüdür. Gəlin hamılıqla arzulayaq ki, Allah Taala o lövhəyə özünün bəyəndiyi bir arzunu, bir taleyi, bir qisməti yazsın. Allah Taala balalarımızı xoşbəxt eləsin. Süfrələri çörəkli, duzlu olsun. Qucaqları oğlanlı, qızlı olsun. Üzləri təravətli olsun, baharlı, yazlı olsun inşallah. Allah Orxanı, Tamaranı xoşbəxt eləsin. Mən ən böyük arzum idi Orxanın evinə, Orxanın toy günü öz həyətindən sizi yığın başıma, xonça tutun, dədə-baba adəti ilə, qırmızı örtüklü xonçalarla xonça aparaq Orxanın həyətinə, Elşən qardaşımın həyətinə. Şükür Allaha ki, mənim bu arzum həyata keçdi. Allah Taala inşallah bütün arzularımızı həyata keçirsin. Gözəl arzularımızı həyata keçirsin inşallah. Sağ olun ki, siz də gəldiniz. Mən çox sevindim sizi öz həyətimdə görməyə. Bax, xoş gündə. İnsan bir-birinə hər zaman lazımdır. Dar gündə də lazımdır, xoş gündə də. İnanın, xoş gündə daha çox lazımdır. Çünki qarşı tərəfdən də sevinc alıb aparırsınız öz evinizə. Həmişə toylarda görüşək, həmişə xoş günlərdə görüşək inşallah. Samavar çayı, qəşəng samavar çayı dəmləmişik. Biz istəyirik qızlarla oturaq burada, oğlanlarımız durub bizə qulluq eləsin, çay gətirsin, içək çay süfrəsi ətrafında sizin də bir-bir arzularınızı eşidək. Bizim üçün çox xoş olacaq. Oldu mu? Durun oğlanlar, durun yavaş-yavaş. Çay bir ye, çay bir ye. Simavarım eğande, o yari hande hande. Simavarım eğande, o yari hande hande. No me bamı bamande, beyumah ne pegande. No me bamı bamande, beyumah ne pegande. Çay bir ye, çay bir ye. Ciğerim süt eder. Böley hıdızında, dılcı çok kaş eder. Çay bir ye, çay bir ye. Ciğerim süt eder. Böley hıdızında, dılcı çok kaş eder. Əziz uşaqlar, indi sinif yoldaşınızın, təbii ki, baxın, müəllim sadəcə elm öyrətmir ki, müəllim həm də öz uşaqlarını gələcəkə hazırlaşdırır. Onlar üçün gözəl xoşbəxtlik, gözəl gələcək arzuluyur və bizim hər birimizin bugün arzumuzun çiçək açdığı bir gündür. Ona görə istəyirəm, siz də bir kəlmə deyəsiniz. Allah xeyir versin, xoşbəxt olsunlar. Allah mənim balalarımın hər ikisinə xeyir versin, xoşbəxt olsunlar inşallah. Allah xeyir versin, xoşbəxt olsunlar. Xoşbəxt olsunlar. Xoşbəxt olsunlar. Allah xeyir versin. Biz də təbrik edirik. Allah Orxana xeyir versin, xoşbəxt olsun. Ona uzun ömür, can sağlığı, ailə səadəti arzuluyuruq. Biz də Orxanı təbrik edirik. Həqiqətən biz də çox sevinirik ki, Orxanın bu gözəl gününü biz də bir yerdə qeyd edirik. Allah xeyir versin. Bizim müəllimimizi də təbrik edirik. Elşən müəllimi də təbrik edirik. Allah Orxana xeyir versin, xoşbəxt olsun. Çox sağ olun. Buradakı uşaqların
böyük bir əksəriyyətinin artıq özlərinin balaları var. Allah qismət eləsin inşallah balalarınızın toyunda iştirak edək. Mən o vaxt qoca nənə olaram. Amma yenə də ruhum gənc olacaq. Çünki mən sizin dairənizdə, sizin əhatənizdəyəm. Həmişə inanın ruhum gəncdir. Bugün mən özümün nəinki gənc, 15 yaşında bir qız kimi hiss edirəm. Çünki inanın mən elə gənclərlə nəfəs alıram, gənclərlə oturub dururam. Balacalaşıram, böyüyürəm uşaqlarla. Mənim üçün də ən gözəl gündür. Çünki bu şadyanalığı, bu sevinci öz həyətimizdən aparırıq Orxangilin həyətinə. Allah xoşbəxt eləsin onları. Sağ olun, çayınızı için, çəkinməyin. İndi biz bir ailəyik. İndi məktəb partası arxasında oturmamışıq ki. İçin çayınızı uşaqlar. Uşaqlar, indi qızlarımdan biri dursun, sinələri, məcməyləri gətirsin bura. Oğlanlardan da aldığınız bazarlığı gətirin bura, xonçalarımızı bəzəyək. Dur oğlum, dur Səməd. Gətir onları, xonçalarımızı bəzəyək. Bunu da dədə baba bura gətirin, zəhmət olmasa. Bu bizim dədə baba micmə örtüyüdür, əzizlərim. İstəyirəm gələcəkdə də hər kəs baxsın buna. Çoxdandır darıxmışdıq bu cür xonçalar üçün. Dədə babalarımız qırmızı örtüklü xonçalar aparardı. Nənələrimiz, bacılarımız, analarımız. Əslində bunlar heç də elə belə deyil. Bunların hər birinin bir sirri var, bir anlamı var. İndiki xonçaları biraz fərqli aparırlar. Amma keçmişdə xonçaya nələr qoyardılar? Baxın, xonçaya qoyardılar düyü, qənd, konfet, şəkər tozu, pesok dediyimiz. Bunun da mənası nədir? Şirini təbii ki şirnidir və bunlar ona görə qoyulur ki, təzə qoyulan ailəyə, qurulan ailəyə dəstək olsun. Yardım etməkdən ötürü bunları qoyuruq. Ondan sonra şirini qoyuruq. Həmişə bir-biri ilə can deyib, can işitsinlər. Bu bizim bir də xonçamız. Xonçanın üstünü də niyə örtürlər? Əslində bunun da çox gözəl bir anlamı var. Təbii ki, hər kəs eyni imkana, eyni maddiyyata malik olmur. Qoy bilinməsin ki, kimin xonçasında nə var? Kimsə kimsədən çəkinməsin. Bu bizim bir xonçamız. Xonçalarımızı da, bazarlığımızı da zəmbillə edərlərmiş. Zəmbilin də mənasını bir çoxlarımız bilir, bir çoxlarımız bilmir. Zəmbil, sən bil, mən bilim. Yenə də bazarda kim nə alıbsa, kimsə qoy bilməsin. Ona görə də bununla bizim tərəflərdə, məhz bizim tərəflərdə bununla bazarlıq eləyərdilər. Gəlin indi növbəti xonçamızı bəzəyək. Bu da hansı balamızın xonçasıdır? Hansı balamızın xonçasıdır? Sizin xonçadır. Laf gözəl. Allah xoşbəxt eləsin. Yenə düyü qoyulub, qənd qoyulub, şəkər qoyulub. Bax, bütün bunlar hamısı təzə qurulan ailəyə dəstək üçündür. Gəlin indi bu xonçamızın da üstünü örtək qırmızı ilə bir dənə də sir deyim. Qırmızı həm də bədnəzərdən qoruyur. Bədnəzərdən qoruyur. Ona görə qırmızı ilə örtərdilər. Növbəti xonçamız da Lətafət qızımızındır. Lətafət də şirini qoyub, düyü qoyub. Allah xoşbəxt eləsin.
İnşallah balalarımızın toyuna yığışaq bax beləcə qonşu aparaq evlərimizə. Allah xoşbəxt eləsin. Bəli. Bu da bizim kırmızı örtüklü konçamız. Allah her bir arzusunda olanlara karşılayın. Sinif yoldaşımızdır. Bir dənə də adətimiz var. Bax o maşına 3 tərəfinə xalça qoyurlar. Ön tərəfinə, ikisini də böyür tərəfinə qoyurlar. Gəlin yavaş-yavaş sizə xalçaları göstərim. Götürün o maşını da qəşəcə bəzəyək. Sonra Allah Məhəmməd ya Əli deyib gedək xonçalarımızı aparaq bəy evinə. Allah xoşbəxt eləsin bir daha. Qalxın yavaş-yavaş. Səni Allah qoyur, balaların üçün olsun inşallah. Gəl. Toy yığılsın elimin bayramına, el oba dost tanış. Toy sevinsin elinin zəhmətinə, zəhmətənin alqış. Müəllimgilə xonçalarımızı aparırıq. Allah xeyir versin, xoşbəxt olsunlar. Göz dolusu görsünlər. Bütün subaylar üçün bugündən qismət olsun inşallah. Amin deyin. Amin. 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 Məhəbbət toy bizə yar olsun.
etmişdim.
Bir de gelsin, o da gelsin. Xoşbəxt olsun. Göz dolusu görək. En büyük arzumuza çatırıq. Bir dənə zəhmət olmasa bu komşanı indi başıma qoyuram. Sən tutmuşsan. Tut, rəbbi yoxdur. Tut görürəm. Hadi gel kızım. Oy. Allah xeyir versin. Xoşbəxt olsunlar. Bak ben əhd eləmişdim. Başıma koyaram komşanı. Aynen, Allah xoşbəxt eləsin. Göz dolusu görək. Kim gəlir? Qadın gəlsin, qadın gəlsin. Xonça verək. Salam. Hə. Görüş, görüş. Hə, Allah xoşbəxt eləsin. Mənim balam bax. Sen Mən olsun. danışırsın. Hə, bax, mən atla gəlmişəm. At Muraddır. Bugün həm mən, həm atam, anan, elimiz, obamız arzumuza çatırıq. Bugün sənin toy günündür. Bu günü biz çoxdan da arzulayırdıq mənim balam. Mən bu atın cılığını sənə verirəm. Səni muradına çatasan. Bütün arzularına qovuşasan. Oğullu qızlı olasan inşallah. Süfrən çörəkli duzlu olsun. Ucağın oğullu qızlı olsun. Üzün tərəvətli olsun. Hər zaman baharlı yazlı olsun mənim balam. Yarınla boşa qaryasan. Həyatdan yarıyasan inşallah. Bu mənim və hamımızın ən böyük arzumuzdur. Bak atdan qorxan Dudu qorxmur. Gəl çılımını verim sənin əlinə. Gəl, heç eləməz. Allah xoşbəxt eləsin. Düşün, gəlin qızlar. Ay sağ ol. Allah xoşbəxt eləsin. Sağ ol, çox sağ ol, çox sağ ol. Ramindən görək inşallah, Ramindən. Balalarımızın mənəvi anası, kəndimizin balalarının mənəvi anası. Hoş geldiniz. Sağ ol. Orada da ənənələrimizi yaşadırsın. Amin, amin inşallah. Allah size kömək olsun. Adətlərimiz ikimiz gedərik. Gəlinin dalınca, gəlinin əlini verərəm sənin əlinə. Ondan sonra maşınla gələcəksiniz. Köhnəliklə yeniliyin sintezi inşallah. Amin, amin. Bir də gecə alın burada. Bısvada xəyərücə. Bısvada xəyərücə. Çıqaşan şoyarücə. Həmmə rəssamın başda urzu. Orxani bəyərücə. El ilə 50 girəm bəyoğlanın sağlığına. El ilə 50 girəm Orxanın sağlığına. Eşən müəllimin sağlığına. Raminin sağlığına. Şükür Allah'a ki, mənim ən böyük arzum idi milli adət ənənəmizi yaşatmaq. Şükür Allah'a, subaylarınızdan görəsiniz. Qız da bizimdir, oğul da bizimdir. Allah xoşbəxt eləsin hamınızı. Sən də bizimdir. Bəli, mən də sizinəm, hamınızınam. Hamınız da mənimsiz, bizimsiz. Allah bizə həmişə belə günlər qismət eləsin.